sualın tək bir cavabı yoxdur. Çətinlik, şəraitə, məsuliyyətə, fiziki-psixoloji yükə görə dəyişir. Amma reallıq budur ki, bəzi sahələr qadın üçün 2 qat mübarizə deməkdir. Bu sahədə qadın təkcə vəzifəsini icra etmir, həm də bacara bilərmi sualına hər gün cavab verir. Burada cavab taleyin, karyera yolunun seçimidir. Cəmiyyət qadının hansı peşədə olmasından asılı olmayaraq, tez-tez həm yüksək nəticə, həm də yüksək emosional sabitlik gözləyir. O yorula bilər, amma zəif görünməməlidir. O sərt ola bilər, amma soyuq adlandırılmamalıdır. Bu balans özü də ayrıca bir peşə qədər ağırdır. Bu mənada Daxili İşlər Nazirliyinin şəxsi heyəti sırasında olmaq peşə seçimi deyil, həm də həyat tərzidir. Xüsusilə qadın əməkdaş olaraq bu seçim 2 qat məsuliyyət, 2 qat güc və 2 qat iradə deməkdir. Bir qadının özünə edə biləcəyi ən böyük yaxşılıq təhsil almaqdır. O, hansı sahədə çalışacağını, necə yaşayacağını, hansı prinsiplərlə hərəkət edəcəyini özü şuurlu şəkildə müəyyən edir. Bu isə uzunmüddətli perspektivdə həm fərdi inkişaf, həm də ailə və cəmiyyət üçün müsbət təsir yaradır. Təhsil bir mərhələ deyil, prosesdir. Çünki təhsil qadına təkcə peşə qazandırmır, həm də taleyini idarə etmək imkanı verir. Özünüzə dəyər verin, oxuyun, öyrənin. Bu fikir təsadüfi deyil. Xidmət müddətində zorakılığa məruz qalmış, təzyiq və məcburiyyət altında yaşamış qadınların hekayələri ilə qarşılaşdıqca bu daha aydın görünür. Kömək üçün polisə müraciət edən hər bir ağır taleyli qadının hekayəsindən çıxarılan dərs budur ki, qız uşağına veriləcək ən böyük güc, imtiyaz bilikdir. Zorakılığa məruz qalmış qadınların hekayələrində tez-tez eyni boşluq görünür. İnformasiya çatışmazlığı, hüquqi savadsızlıq. Amma bu boşluqlar olmayanda senari dəyişir. Təhsilli qadın zorakılığı gizlətmir. Bunu norma kimi qəbul etmir. Alternativ yol axtarır və tapır. Həm də xilas edir. Güclü qadın obrazı dedikdə, buradakı güc sadəcə sərtlik deyil. Güc həm də təhsildir, emosiyanı idarə etməkdir, qərar vermək bacarığıdır və lazım gəldikdə yardım istəməkdir. Bu baxımdan güclü qadın obrazı mif deyil. Bu, cəmiyyətin dəyişən reallıqları fonunda yaranmış və zərurətə çevrilmiş bir anlayışdır. Bir dəfə xidmət zamanı balaca bir qız uşağının mənə doğru gəldiyini gördüm. O, mənə çatıb hərbi salam verdi və bir gün mən də polis olacağam dedi. O an həm bir qadın olaraq, həm də polis əməkdaşı olaraq xüsusilə qürur duymuşdum. Uniformam sadəcə geyimim deyil, həm də intizamın, məsuliyyətin simvoludur. Xoşbəxt qadın özünə inamı ilə seçilir. Onun xoşbəxtliyi təkcə simasında deyil, hərəkətlərində, münasibətlərində, davranışında da özünü göstərir. Amma təbii ki, bu hər bir qadında fərqli şəkildə təzahür edir. Xoşbəxt qadın da yorulur. O, bu çətinlikləri kimliyinə qarşı yox, həyatın bir mərhələsi kimi qəbul edir. Çünki xoşbəxtlik standart ölçüdə olmur.